Hər vaxtınız xeyir olsun, Yurd FM-in dəyərli və hörmətli dinləyiciləri. Siz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Yurd FM-də Mədəni Yurdumuzu dinləyirsiniz. Bilirsiniz ki, hər həftənin cümə axşamı saat 5-dən 6-ya qədər bir saat ərzində sizinlə birlikdə oluruq və mədəniyyət sahəsinə aid olan müəyyən mövzulara toxunmağa çalışırıq. Bilirəm ki, bax, bugünkü mövzumuz da olduqca ürəyinizcə olacaq. Çünki qonağım Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, əməkdar incəsənət xadimi Tərlan Qorçudur. Xoş gəlmisiniz Tərlan bəy. Çox sağ olun, təşəkkür edirəm. Çox şadam sizi burada görməyə. Bu sənətlərdən əlavə həm də siz rəssamsınız. Bəli. İşiniz təsvirlə bağlıdır və müsahiblərinizi dinləyərkən, izləyərkən baxdım ki, orada çox da danışmağı sevmirsiniz. Amma siz daha çox təsvirlə danışmağı sevirsiniz. Amma mümkün qədər çalışacağam ki, bugün birlikdə həmsöhbət olaq. Olar, mən də çalışacağam mümkün qədər. Çox danışım. Bəli. Minnətdaram, təşəkkür edirəm sizə. İlk növbədə başlayaq. Bax, dünyada belə bir məhdud sayda olan bir teatrdan danışırıq, bəhs eləyirik. Üstəlik, o dövrdə bu ideyanı reallaşdırmaq gənc bir rejissor üçün düşünürəm ki, biraz çətindir. Bax, bu barədə istəyərəm məlumat verəsiniz. Çox sağ olun. Bir də təşəkkür edirəm ki, dəvət eləmisiniz məni. Öncə demək istəyirəm ki, məni üzürlü sayın, qara eynəkdəyəm bugün, çünki bir-iki həftə bundan qabaq əməliyyat olunmuşam. Gözümə ona görə bir müddət gərək işıq gör olan yerdə olmayayım. Narahat olmayın. Çox əla görünürsünüz. Çox sağ olun. Əlbəttə, öz işin haqqında danışmaq həmişə biraz çətin olur. Obyektivlikdən uzaq olursan da. Görürsünüz ki, çox tərifləyirəm özümü biraz. Məndən xoşdur. Mən sizi dinləyə bilərəm. Başqa bir sual verin. Fikrimi yayındırım. Əlbəttə, çox standart olmayan bir vəziyyətdə idim teatrın yaranması dövründə. Çünki o zamanlar ümumiyyətlə marionet teatrı məhvumu Azərbaycanda yox idi. Mən heç sözün düzü özüm də heç vaxt marionet teatrı görməmişdim. Bilirsiniz ki, teatr 80-ci illərin ortalarında başlayıb teatr üzərində iş və 90-cı ildə bitib. Bizim ilk tamaşamız, premyeramız, ilk səfərimiz hamısı bir yerdə Fransada olub. Çox qəribə bir şeydir ki, teatrın ilk tamaşası ilk dəfə Fransada göstərilib. Və o vaxta qədər elə bil ki, mən özüm də kukla teatrı haqqında anlayışım var idi, amma marionet teatrı haqqında heç bir anlayışım yox idi. O vaxt nə internet var idi, nə YouTube var idi. Biz belə şeyləri elə bil ki, informasiyanı əldə eləmək çox çətin idi. Və necə oldu? Bir-iki kəlmə bu barədə danışa bilərəm. Açığın deyim ki, marionet teatrı yaratmaq fikri mənim öz fikrim deyil. Yəni bu, mən kukla teatrında elədiyim tamaşanı Dədə Qorqud adında, Dədə Qorqud əsasında Basat və Təpəgöz adlı tamaşanı festivala aparmışdıq. Festival Tiflisdə idi, Zakavkaziya ölkələrinin festivalı və orada mən Tiflis Marionet Teatrının yaradıcısı Rezo Gabriadze ilə çox yaxından tanış oldum və yenə tərifləyəcəm mənim tamaşam çox bəyənilmişdi. Kukla teatrında elədiyim tamaşa. Basat və Təpəgöz və Rezo'nun, o vaxt Rezo festivalın jüri sədri idi. Çox bəyəndiyi üçün məni həm yaxından tanış olduq, həm məni öz teatrına apardı, dəvət elədi. Artıq bir neçə ildir ki, o vaxt marionet teatrı Tiflisdə mövcud idi və çox səs-küyə səbəb olmuşdu. Və çox gözlənilməz də bir şey idi ki, mən o vaxt həddindən artıq cavan idim, yəni rejissor kimi. Mənə hətta öz teatrında tamaşa eləməyi təklif etdi. Düzdür, sonra tamaşa alınmadı, çünki hansı səbəbdən? Rezonun da xasiyyəti, mənim də xasiyyətim biraz tündür.
Tündü idi. Uzlaşmadınız birlikdə. Nəsə. Körpüdən keçə bilmədi iki qolcu. Amma bir insan kimi, bir rejissor kimi Rezo Gabrielcan yəqin tanıyırsınız siz də. Bəli. Həddindən artıq istedadlı bir adam idi və mən xoşbəxtəm ki, onunla yaxından tanış idim. Çünki təxminən bir il biz çox sıx ünsiyyətdə olduq. Və bayaq o təsviri sənətdən danışırsınız, dediniz. Mənim festivalda tamaşadan başqa həm də bir 20-yə yaxın eskizlərim, tamaşa üçün elədiyim eskizlər nümayiş olunurdu və Rezo da çox gözəl rəssam olduğu üçün, həm rejissor, həm rəssam olduğu üçün elə bir ki, nəsə bir xüsusi yaxınlıq yarandı bizdə. Çünki Rezo da təsviri sənətə çox böyük əhəmiyyət verir. Həm tamaşalarında, həm rəssam kimi yaradıcılığında. Bilirsiniz ki, bir neçə il bundan qabaq vəfat edib Rezo. Hətta Bakıda da çox belə yaxından qeyd elədilər onun vəfatını da, sonra il dönümü də qeyd elədilər. Hətta indiyəcən bu yaxınlarda da deyəsən bir neçə illiyini qeyd elədilər. Və bax belə oldu ki, biz Rezo ilə çox yaxınlaşdıq və mən onun Alfredo Violetta adında tamaşasına baxdım. İlk dəfə ilk marionet tamaşası ilə tanışdığım bu tamaşa ilə idi. Və mən o qədər vali olmuşdum ki, sözün düzü heç başa düşmürdüm ki, bu necə bir sənətdir, bu necə yaranır, necə işləyirlər aktyorlar, o qədər möcüzəli bir şey idi. Gürcülərdə bir söz var, elə bizdə də həmin söz var, cado. Cado sözünə cado deyirlər. Rezo tez-tez mənə deyirdi ki, Tarlan, marionet teatrı cadodur, cado. Və biraz da mənim üçün elə bir ki, önəmli şeylərdən biri də o idi ki, bizdə əfsuslar olsun ki, kukla teatrına, marionet teatrına yanaşma biraz, necə deyim, zəifdir. Yəni, biz sayırıq ki, bu balaca uşaqlar üçün də kukla teatrı, marionet teatrında, kukla teatrına aid eləyirik və biraz elə bil ki, ögəy bir sənət kimi, teatr aləmində ögəy bir sənət kimi qəbul olunur. Amma onu da demək istəyirəm ki, əslində bütün dünyada marionet teatrları, məşhur marionet teatrları, hamısı böyük tamaşaçılar üçündür, yəni yaşlı adamlar üçündür, orta yaş və yuxarı. Və Rezonun məhz o cür dərindən, sevərəkdən marionet teatrına bağlılığı mənə də bir ruh yüksəkliyi verdi ki, yəni bu teatr doğrudan da sadə bir teatr deyil. Artıq o vaxt bir neçə il yaranmış teatr, Rezon teatrı Fransada, İtaliyada, bir neçə ölkələrdə olmuşdu. Və bu da məni biraz elə bil ki, müəyyən dərəcədə dəstəkləyirdi. Və məhz Arşın Malalan tamaşasının mənim ilk tamaşam kimi həyata gəldiyi, ərsəyə gəldiyi üçün mən Rezoya minnətdaram. Çünki Rezo da mənə məsləhət gördü ki, dedi Rezo dedi, mən uşaqlıqda yadımdadır ki, sizin bir Üzeyir Hacıbəyevin bir operettası var, Arşın Malalan. Deyir, mən yadımdadır ki, 5, 6, 7 yaşlarımda belə lap uşaq idim. Atam məni teatra aparmışdı. Həmin
Tiflisdə Bəli. Arşın Mahallanı Gürcü dilində özü də. Və deyir, o tamaşa mənim indiyəcən yadımdadır. Yəni uşaqlıqda baxdığı tamaşa indiyəcən yadımdadır. Tərlan deyir, o tamaşanı qoy günə, o tamaşa çox gözəl tamaşadır. Və mən doğrudan da fikirləşdim ki, niyə də olmasın? Niyə də olmasın belə? Niyə də olmasın? Çünki artıq maraqlanmağa başlamışdım marionet teatrı ilə və belə bir informasiya artıq məndə var idi ki, Avstriyanın Salzburg şəhərində Mozartın əsərləri üzərində qurulmuş və yaranmış marionet teatrı var. Həmin teatr əsasən Mozartın operalarını səhnələşdirir. Və mən də o vaxt fikirləşdim ki, bu çox yaxşı ideyadır yəqin ki, Üzeyir Hacıbəyevin də klassik əsərləri üzərində qurulmuş, əsasında qurulmuş tamaşalar yaratmaq olar marionet teatrında. Və beləliklə bu cür biraz elə bil ki, özümə inandım, özümə elə bil ki, özümə motivasiya verdim ki, hə, belə bir şey mümkündür və doğrudan da bu tip teatr həm böyüklər üçün, həm də balacalar üçün klassik sənətimizi yaşayıb yaşatmaq, davam eləmək kimi bir ki, böyük əhəmiyyəti ola bilər. Və doğrudan da Arşın Mahallan tamaşası bugün bizdə 35 il keçməyinə baxmayaraq premyeradan 35 il, düz 35 il keçməsinə baxmayaraq Arşın Mahallan tamaşası bizdə bəlkə də Leyli Məcnundan daha çox sevilən tamaşadır. Təsəvvür edin ki, bir ay yarım, hərdən elə olur ki, 2 ay əvvələ bizdə Arşın Mahallana bilet olmur. Satılır bütün biletlər. Biraz deyəsən uzağa getdim sualdan, hə? Amma mənə xoşdur. Sizi dinləmək mənə xoşdur. Həmçinin elə bax, mənim də bu barədə sualım olacaq. Çünki məsələn deyirsiniz ki, bizdə nisbətən maraq azdır. Ehtimal ki, gələn ziyarətçilər daha çox turistlərdir. Tərlan bəy, düzdürmü? Yox, indi əlbəttə ki, tam teatr yaranandan sonra, teatrın öz binası olandan sonra, sistematik tamaşalar verəndən sonra artıq teatr haqqında, marionet teatrı haqqında eşidənlər, bilənlər, görənlər həddindən artıq çoxdur. Yəni yerli əhali olaraq deyirəm. Xaricilər isə təbii ki, xaricilər çoxdur. Mən bilmirəm, biraz təvazökar danışmaq istəyirəm. Yəni bilmirəm sözünü ifadə edirəm. Nədəndir ki, doğrudan da Azərbaycana gələn əksəriyyət xaricilər, nəinki turistlər, hətta dövlət qurumlarına qonaq gələnlər, müəyyən forumlarla bağlı olan ziyarətçilər əsasən bizim teatra gəlirlər. Bizim teatrda tamaşalarda təxminən ortalama 60-70, hərdən görürsən ki, bütün zal xaricilər olur. Amma yenə də təkrar edirəm ki, Azərbaycan tamaşaçısı hər ay, hər il artır və marionet teatrı haqqında indi əlbəttə ki, daha dolğun məlumatı var, nəinki bizim teatr yaranma dövründə. Mədəni yurdumuz. Marionet teatrının ölçüləri, Tərlan bəy, nə qədər olur? O kukladan asılıdır. Marionet kuklasından asılıdır. Bu sualı nəyə görə verirəm? Çünki bəzən kukla teatrı ilə bu teatr çox səhv salınır. Amma bildiyim qədərilə elə bunun da ölçülərində fərq var. Təbii, elə onu demək istəyirəm ki, həm zal, həm səhnə olaraq bu teatr növünün fərqli ölçüləri var. Əsas da meyyar kukladan gəlir. Yəni, deyim ki, bizdə ortalama kuklaların hündürlüyü, boyu 50 santimetrdir. Amma mən bilirəm ki, dünyada elə teatrlar var ki, orada
70 santimetrlik kuklalar da var, marionet kuklalar. 80 santimetrliklər də var. Məsəl üçün Siciliyada, İtalyanın cənubunda məşhur bir teatr var, Siciliya teatrı, marionet teatrı. Onların kuklaları hərdən 80-90 santimetrə çatır. Onların idarə edilməsi də, üsulu da fərqlidir və zalda daha çox tamaşaçı ola bilər. Amma standart ortalama, məsələn, Rezonun teatrı, mənim teatrım, bunlar demək, haradasa 50-55 santimetrlik kuklalara hesablanmış səhnə və zallardır və o yüzden bizim zalımız 50 nəfər idi. Rezoda təxminən bir 65 nəfər idi. Çünki özünüz təsəvvür edirsiniz də, yəni uzaqlaşdıqca, sıra sayı çox olduqca sən onun kuklanı görmə imkanı azalır və tamaşanın keyfiyyəti tamaşaçı üçün müəyyən dərəcədə itir. Amma işıq akustikası da məncə düşünürəm burada böyük rol oynayır. Çünki bütün mən o teatrlara baxıram. Məsələn, internetdə də çox tanış oldu. Təəssüf ki, canlı olaraq izləməmişəm, amma inşallah bundan sonra mütləq gələcəm. Çünki mənim özümə də maraqlıdır. Məsələn, orada baxıram, hamısında akustika sırf o kuklanın üzərinə düşür. Ona görə düşünürəm ki, aydın şəkildə görünür. Amma niyəsə bilmirəm, marionet kuklaları və ümumiyyətlə göstərilən tamaşalar mənə çox qəmli gəlir. Bilmirəm niyə. Məsələn, bax, bu barədə YouTube-da baxıram bir çox videolara. Bilirsiniz, ən böyük sənət sırf küçə sənətindən başlayır. Küçə sənətində marionet çox böyük rol oynayır. Ehtimal ki, mənlə razılaşarsınız. İcazə verin, razılaşmayayım. Çünki küçə sənətinə, əgər kukla sənətindən danışırıqsa, küçəyə daha yaxın kukla formaları əlcək kuklalarıdır. Petruşka deyilən kuklalar, Pulcinella deyilən kuklalar. Yəqin görmüsünüz, əlcək kostyumu, kuklanın geyimi əlcək formasındadır. Əlini geyimin içinə salıb, parmaqlarını, qollarına keçirib oynayırsan. O daha primitiv, ümumiyyətlə həmişə küçə sənəti daha primitiv sənətdir də. Ona görə kuklalar da, küçə kuklaları daha sadə, daha primitivdir. Yəni bu o demək deyil ki, pisdilər, hətta vizual nöqteyi nəzərdən çox gözəldilər bəlkə də. Amma texnika nöqteyi nəzərindən başqadır. Marionetlər təbii ki, çətin kuklalardır. Onlar ayaq üstə duran kuklalardır. Çünki əlcək kuklalarında özünüz təsəvvür edirsiniz ki, ələ keçirdiyi üçün onun ayağı yoxdur və çox vaxt kukla hansısa bir şirma arxasından yarıya qədər kəsilir. Amma marionetlərin o rezo demişkən cadosu odur ki, kukla ayaq üstə durur. Hansısa bir müstəvidə yerdə ayaq üstə durur və normal gəzir, hərdən rəqs eləyir. Bax, bu özü-özlüyündə bir doğrudan da tilsimdir. Adamı elə bil ki, ovsunlayır o effekt. O effekt ancaq marionetlərdə var. Mədəni yurdumuz. Bir tamaşanın hazırlanması üçün nə qədər vaxt sərf edirsiniz Tərlan bəy? Ortalama demək 3 il, 3-4 il. 3 ildən 4 ilə qədər ortalama tamaşa üzərində iş gedir. Özdə mən sizə deyim, hərdən mən bu barədə danışanda elə bilirlər ki, mən məhz belə işləyirəm. Yox, ümumiyyətlə marionet tamaşaları bax, bu qədər uzun müddətə hazırlanır. Misal, məsəl üçün göstərə bilərəm sizə ki, Leyli Məcnun tamaşasını hazırlayanda mən nəsə bir test kimi istədim, başqa teatra müraciət eləyim, amma belə samballı teatra bəlkə kuklaların hazırlanmasında mənə yardımcı ola bilərlər. Çünki bizim o dövrdə ustamız Bakıdan köçdü. Elman adında bir ustamız vardı. Kukla ustası. Bakıdan köçdü, Fransada yaşayır indi. Və mən bir müddət biraz elə bir ki, çətin vəziyyətdə qaldım
və düşünürdüm ki, bəlkə mənim eskizlərim əsasında, mənim eskizlərim deyəndə mən demək istəyirəm ki, tamaşaların rejissoru və rəssamı, eyni zamanda rəssamı mən özüməm. Düşündüm ki, bəlkə mənim eskizlərim əsasında İtaliyanın Kolo teatrı mənim xoşuma gəlir, marionet teatrlardan. Bəlkə onlar mənə yardımcı olarlar. Uzun sürən danışıqlardan sonra əvvəl etiraz elədilər, dedilər, yox, biz ancaq öz kuklalarımızı eləyirik filan. Bir 3-4 ay yazışmadan sonra axırı razılaşdılar, dedilər ki, okey, eləyə bilərik. Demək, 8 kukla eskizini işləməli idilər. 8 kuklanı dedilər ki, biz il yarıma hazırlayacağıq. Amma çox uzun bir müddətdir. Ancaq 8 kukla, çünki tamaşada o 8 kukladan başqa onlarla başqa şeylər də var. Və o 8 kuklaya 90.000 euro pul istədilər bizdən. Təbii ki, biraz bizə ağır gəldi o. Çox həm müddəti uzun idi, həm. Amma sonra nəticədə müddət nöqteyi nəzərindən yenə də gəlib biz 3 ilə çıxdıq. Yəni, yaxşı nəticə kimi mən ona baxıram ki, çünki birinci tamaşanı, Yaşımalanı biz 4 il yarım eləmişik. İkinci tamaşa Leyli Məcnunu biz 3 il, 1 ay, 3 il, 2 ay bax belə vaxt apardı bizdən. Mədəni yurdumuz. Bakı Marionet Teatrı başqa hansı ümumiyyətlə ölkələrdə səfərdə olub, bax istəyirəm, bu barədə məlumat verəsiniz. Başqa, yəni nədən başqa? Ümumiyyətlə hər hansı bir səfərdə olubmu, tanıdılma məqsədi ilə? Bakı Marionet Teatrı demək olar ki, Avropanın bütün ölkələrində olub. Və bəzi ölkələrdə bir neçə dəfə olub. Məsəl üçün, deyək ki, İsveçrədə bir neçə dəfə olmuşuq, Fransada bir neçə dəfə olmuşuq. Bizim bütün qastrollarımız bir tərəfdən əfsuslar olsun ki, bütün qastrollarımız Avropaya olub. Məsələn, Türk ölkələrinə heç vaxt getməmişdik. Bu axırıncı səfərimiz bizim Kazana, Tataristanın paytaxtı Kazana oldu və bəlkə indi biraz ayağımız Türk dilli ölkələrə də açıldı. Bu yaxınlarda yeni bir təklifimiz var, Yaponiyaya getmək. Gastrollar haqqında nə deyə bilərəm? Yəni, biz daha çox binamız olmayanda gastrollara gedirdik. İndi 16-cı ildən sonraki bizim artıq öz binamız var. Biz daha çox tuşlanırıq, demək, Bakıda, Bakının özündə tamaşalar verməyə. Çünki Bakıya gələn turistlər və ya dediyim kimi qonaqlar da həddindən artıq çoxdur. Və bir də inşallah indi elə bugün səhər yenə də bu barədə danışırdıq. Yəqin ki, biz ölkə daxili səfərlərimizə də başlayacağıq. Bir səfərimiz olub bir neçə il bundan qabaq Şəkiyə. İndi isə sentyabrın ayının 18-nə planlaşdırırıq. Bilirsiniz, Üzeyir Hacıbəyovun 140 illiyi olacaq. Yubiley ilidir bu il. Şuşaya getməyi planlaşdırırıq. Ki, Üzeyir'in öz vətənində azad olunmuş Şuşada Aşımalan tamaşasını göstərmək istəyirik. İnşallah sentyabrda düşünürəm ki, həyata keçəcək. İnşallah. Tərlan bəy, bilirsiniz, mənə də maraqlıdır. Səfər çərçivəsində hansı tamaşalarla ən çox xarici ölkələrdə təmsil olunuruq? Və yaxud da nə bilim, bəlkə daha çox kuklaların geyimi ilə mi deyim, yoxsa sırf tamaşa qoyuluşu ilə mi deyim? Daha çox nəyə maraq var? Biz həm Aşımalanla, həm Leyli Məcnunla səfərlərə getmişik.
Deyə bilmərəm ki, hansınasa daha çox maraq var. Çünki ümumiyyətlə maraq böyükdür. Bəli. Səbəbi də odur ki, Şərq ölkələrində professional marionet teatrı yoxdur. Azərbaycanda Şərq ölkələri siyasında elə bil ki, yeganə teatr Azərbaycandadır, bizim teatrdır və professional teatr olaraq, yəni hardasa hansısa ölkələrdə bəlkə primitiv 1-2 marionet kuklasından istifadə eləyib, siz bayaq dediyiniz kimi küçə tamaşalarında falan istifadə olunur. Amma professional teatr olaraq, professional marionet teatrı olaraq başdan ayağa qədər tamaşa, yəni marionet tamaşası olaraq belə bir teatr yoxdur. O yüzden Avropada çox böyük maraq var bizim teatra. Çünki üslubu şərq üslubudur, mövzusu şərq mövzusudur. Musiqisi, geyimləri, hər bir şeyi Azərbaycana aid, şərqə aiddir. Bəlkə deyə bilərəm ki, Leyli Məcnun biraz daha çox şərqin ümumiləşmiş bir janrı kimi hazırlanıb. Amma Arşımallan tam sırf elə bil ki, Azərbaycan mədəniyyətinə bağlı bir əsərdir. Əslində Leyli Məcnun özü də çox maraqlıdır tamaşaçılar üçün. Çünki muğam operası üzərində qurulub, tamaşamız da elə muğam operası üzərində qurulub. O yüzden Avropada Leyli Məcnuna xüsusi bir maraq var. Çünki muğam musiqisi onlar üçün çox egzotik bir musiqidir. Mədəni yurdumuz. Bayaq dediniz ki, ən çox binamız olmayanda müəyyən səfərlərə gedirdik. Deməli, 2013-cü ildə birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə marionet teatrının həm binanın, həm də müəyyən zəruri vəsaitlərin yaranması üçün müəyyən bir vəsait ayrıldı. Düzdürmü? Bakı Marionet Teatrında 2016-cı ilin dekabr ayında da təşkil olunduğu tamaşaya da ölkə başçısı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak elədi. Zəhmət olmasa təəssüratlarınızı bizimlə bölüşərdiniz. Bizim bir bina olaraq, marionet teatrının binası, yəni yer olaraq yerimiz çoxdan var idi. Hələ 80-ci illərdən İçəri şəhərdə. Amma bina 1960-cı illərdə yandığı üçün adamlar yaşayırdılar o binada. Sadə bir bina idi. Amma müəyyən arxitektur elementləri var idi. Binanın təmiri həddindən artıq baha başa gəldiyi üçün həmişə bu mövzu elə bil ki, təxirə salınırdı və 2013-cü ilə qədər 80-in ortalarından 2013-cü ilə qədər bu problem davam edirdi. Və nəhayət 2013-cü ildə biz Mikhail Cabbarovun, o zaman Mikhail Cabbarov İçəri şəhər qoruq idarəsinin rəisi idi. Köməyi ilə Mehriban xanıma göstərdiyi tamaşanı elə İçəri şəhərdə, amma öz binamızda yox, xüsusi bir səhnə hazırladıq. Və Mehriban xanım tamaşaya baxandan sonra o da çox təəccüb elədi ki, bu cür gözəl tamaşa, bu cür gözəl bir janr. Özü də dünyada belə az teatrlar var. Niyə öz binası yoxdur? Niyə Azərbaycanda Azərbaycan tamaşaçılarına göstərilmir, tamaşalar göstərilmir? Dedi ki, belə bir problem var binanın təmiri problemi və yeni tamaşaların elənməsi üçün büdcə problemi var. Çünki tamaşalar 3 il ərzində hazırlanır ortalama və tamaşaların qiyməti də bahadır. Və doğrudan da Mehriban xanım elə o dəqiqə reaksiya verdi. Hələ həmin gün tapşırdı Mikhail Cabbarova ki, bu işlə və Nazirlər Kabinetinə müraciət eləsin, bu işlə ciddi məşğul olsunlar və həm
bina təmir olunsun, həm yeni tamaşa hazırlansın. Bir tərəfdən mənim həyatımda ən çətin dövr başladı. 13-cü ildən 16-cı ilə qədər mən həm binanın təmirini kontrol eləməli idim, memarlıq problemləri ilə məşğul olmalıydım. Çünki bir var adi binanı təmir eləyəsən, rekonstruksiya eləyəsən, bir də var ondan teatr eləyəsən. Tamam fərqli şeylərdir. Və eyni zamanda həmin 3 il ərzində mən gərək tamaşa eləyəydim. Bu həddindən artıq çətin bir bir iş idi. Amma Allah'a şükür öhdəsindən gəldik. Və 16-cı ildə məhz o da bizim üçün çox həm duyğulu, həm ruh verici bir hadisə idi. 16-cı ildə dekabr ayında Cənab Prezidentin ad günündə, məhz ad günündə həm Prezident, həm xanımı teatrın binasına gəldilər, açılış elədilər teatrın. Düzdür, tamaşanı tam göstərmədi, çünki vaxt məhdudiyyəti var idi. Amma təxminən bir 15-20 dəqiqə yeni tamaşadan bir parçanı göstərdi. Mehriban xanım çox razı idi, həm binanın rekonstruksiyasından. Prezident də çox razı idi. Mən ilk dəfə idi ki, prezidentlə təkbətək, çünki protokola əsasən gərək teatrın rəhbəri məhz prezidentlə birinci mərtəbədən axırıncı mərtəbəyə qədər qalxsın, hər şeyi göstərsin, izah eləsin. İlk dəfə idi ki, belə təmasda idim. İkimiz bu 4 mərtəbəni qalxa-qalxa söhbət elədik. Həm teatrdan, həm binadan, həm gələcək planlardan. Və sonra da bərabər tamaşadan bir parçaya baxdıq. Və o gün mənim üçün çox önəmli bir gün kimi təbii ki, yadımda qalıb, həkk olunub yadıma yadlaşıb. Mədəni yurdumuz. Teatrın ən gənc və qocaman aktyorlarının neçə yaşı var? Ümumiyyətlə, hər hansı bir standart bir yaş həddi varmı bu teatrda çalışmaq üçün? Marionit teatrları özü də kukla teatrından əvvəla fərqlənir. İkincisi, marionit teatrının özü də müxtəlif texniki üsullarla tamaşalar göstərilir. Məsələn, klassik üsulda, deyək ki, bizdə Aşınmalının klassik üsulda hazırlanıb. O üsulda göstərilən tamaşalarda aktyorlar görünmür. Siz tamaşanı əvvəldən axırına qədər ancaq kuklaları görürsünüz. Yalnız axırda tamaşaçılar aktyorları görmək istəyirlərsə, aktyorlar səhnənin qabağına çıxırlar. Amma müasir formalar da var və mən Leyli Məcnunu elə formada hazırlamışam üslubda ki, aktyorlar səhnədədir. Həm kuklalar, həm aktyorlar eyni zamanda səhnədədirlər və bunun da öz təravəti, öz estetikası var, cadosu var ki, siz görürsünüz, əvvəla aktyorun özünü görürsünüz, sonra aktyorla kuklanın təmasını görürsünüz. Onlar aktyor nəinki necə idarə eləyir kuklaları, hətta münasibətini görürsünüz. Aktyorun üzündəki ifadələri görürsünüz. Bu cəhətdən Leyli Məcnun tamaşasının öz teatr sevərləri var. O üslubun öz təravəti var. Və o üzdən əgər siz aktyoru səhnəyə çıxardırsınızsa, onda əlbəttə ki, aktyorun görünüşü, onun plastikası, onun figurası, necə deyirlər, onun əhəmiyyəti var əlbəttə, çox böyük əhəmiyyəti var. Və burada aktyoru gizlətmək mümkün deyil. Ona görə teatrda həm yaşlı nəsil var, hansılar ki, məsələn, Aşınmalının tipli tamaşalarda
aktyor görünmədən işləyə bilirlər. Həm də lap cavan nəsil var, hansı ki o aktyor parametrləri uyğun gəlir belə üsullu tamaşalara. Leyli Məncurunda mən məcbur oldum, əlbəttə, lap cavan aktyorlar dəvət eləyim və hətta bir neçə qız aktyorlar biz qəbul elədik işə. Çünki o vaxta qədər ancaq tamaşada oğlanlar çıxış eləyirdi. Ona görə bir neçə nəsil artıq bizdə aktyorlar var. Birinci nəsil məndən biraz yaşda cavan aktyorlardı, təxminən 55-60 yaşında aktyorlar. Orta nəsil var, hansıların ki 35-40 yaşı var və lap gənc nəsil aktyorlar var, hansıların ki 22-23 belə yaş radələrindədirlər. Və təbii ki, nəsildən nəsilə əlbəttə ki, aktyor heyətində yeniləşmə olmalıdır. Yeni aktyorlar gəlməlidir. Kuklalar qalır, olduğu kimi lap 100 ildə qala bilər. Çünki dünyada elə marionet teatrları var ki, onların bugün də göstərdikləri tamaşanın 160-170 yaşı var. Tamaşanın. Kuklalar təbii ki, o vaxt necə yaranıbsa indiyə qədər də qalıb, amma aktyorlar dəyişir, aktyor nəsli dəyişir. Tərlan bəy, deyək ki, planlaşdırıram ki, gəlim sizin teatra, bax o qəşəng tamaşalarınızdan izləyim. Bunun üçün teatra yaxınlaşıb mı bilet almalıyam, yoxsa necə? Bax, istəyərdim bu barədə dinləyicilərimizə məlumat verin. Yox, biz bilet satışı ilə məşğul olmuruq. Çünki bu bir əziyyətli bir işdir. Bizim biletləri iTickets-dən ala bilərsiniz. iTickets həm də bizim üçün nə mənada əlverişlidir. iTickets-lə adamlar, xaricdən Bakıya gələn adamlar bir ay yarım əvvəldən biletlərini ala bilirlər. İndi internetlə kim Bakıya gəlirsə, Google-a vurur ki, Bakıda sənətlə bağlı nə var, hansı muzeylər var, hansı teatrlar var və bizim teatr birincilər sırasında çıxır. Çünki artıq teatr haqqında çox informasiya var və adamlar rahat iTickets-dən biletlərini alırlar. Ona görə deyirəm ki, hərdən elə olur ki, bir ay yarım əvvələ biletlər olmur bizdə. Əla. Son olaraq yeni layihələr barədə istəyərdim məlumat verəsiniz. Hansı yeniliklər gözləyir bizi? Uzun sürən fasilədən sonra həm obyektiv, həm qeyri-obyektiv səbəblərdən bu il artıq, bu il deyəndə ki, bir ay əvvəl artıq mən yeni tamaşaya start vermişəm. Bu tamaşa amma Üzeyir Hacıbəyovun əsərlərindən deyil. Bu tamaşa bizim çox sevdiyimiz aşıqlar tərəfindən çox ifa olunan Əsli Kərəm dastanı əsasındadır. Mənə bu mövzu çox maraqlı gəlir, çünki həm Lermontov vaxtı ilə 18-ci əsrin ortalarında bu mövzunu aşıq qərib mövzusunu qələmə alaraq məşhurlaşdırıb, doğrudan da aşıq qərib bir şərq nağılı kimi Lermontov tərəfindən Rusiyada çox məşhur bir əsər kimi tanınıb. Ondan sonra kinoda da aşıq qəribə müraciət olunub. Tiflisdə Gürcü kino studiyasında Paracanovun çəkdiyi məşhur aşıq qəribə əsəri var. Hansı ki, çox maraqlıdır ki, Azərbaycanda çəkilib, Azərbaycan aktyorları iştirak eləyib. Filmin orijinalı Azərbaycan dilindədir. Filmə musiqi yazan bəstəkar Cahan Şırquliyev Azərbaycanlıdır,
bilirsiniz, tanıyırsınız Cavanşir Quliyevi. O. Və mən fikirləşdim ki, yəqin vaxt gəlib çatıb ki, teatrda da Aşıq Qəribə müraciət olunsun. Düşünürəm ki, maraqlı bir tamaşa ola bilər. Və bununla ümumiyyətlə dastan sənətinə bir nəzərləri fokus eləmək istəyirəm ki, gələcəkdə bəlkə başqa teatrlarda da dastan mövzularına, dastan janrında olan əsərlərə müraciət olunsun. Çünki dastanlarımız çoxdur, həddindən artıq çoxdur və maraqlı dastanlarımız var. Məhəbbət dastanları ayrıcadır, qəhrəmanlıq dastanları ayrıcadır və bu böyük bir mövzudur. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Bu bir saat ərzində söhbətimiz baş tutdu və olduqca da maraqlı idi. Minnətdaram bu maraqlı söhbətiniz üçün. Mən təşəkkür edirəm, çox sağ olun. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, dəyərli qonağım Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, əməkdar incəsənət xadimi Tərlan Qorçu idi. Mədəni Yurdumuz.